birinci şokoladla bütünlükdə budaqlarımızı düzəltdik. Şokolad art dəstlərindəyik və 3 dənə tort hazırlayacağıq. Daha doğrusu şokolad art hazırlayacağıq. Bütünlükdə şokoladdan yığılmış 3 dənə əsər hazırlayacağıq. Biri ağacın üzərində quş oturmuş forması və bunu hazırlayaq. Ağacımızı elastik şokolad xəmirdən işləyirik. Bax, ağacın burada belə bir kötüyünü hazırlayaq. Yanlarını tənzimləyirəm. Çünki çatlamış ağacın çat olan hissələri qızlar bu cür, yəni qaralmış formada olur. Bu effekt üzərində yaradırıq ağacın çat effektini. Burada da baxın, çat texnikalarına baxın diqqətlə, eynən ağacın effektində, eynən ağac effektində çat texnikaları ilə birlikdə ağac işləmişik, bütünlükdə hər detal şokoladdan hazırlanıb. Bu art şokoladdan olan bir işimiz.